Değerli ve əziz boş bircləri, hər birinizi salamlayıram. Bugün sizlərə iyun ayının proqnozunu deyəcəm. İyun ayında bizləri nələr gözləyir? İyun ayı əslində təkcə iyun ayına aid deyil. İndi söylədiyim proqnozda bütün yaya aiddir əslində. Amma yenə ayrıca iyun ayı üçün oxuyacağım. İyun ayında çox böyük, iki möhtəşəm böyük planetlər birləşir. Saturn və Neptun. Saturn həyatımıza 3 illik gəlir, Neptun isə həyatımıza 14 illik gəlir. 14 il bundan öncə hatırlaya bilərik. Nələr baş verir, nələr olub? Onun eynisi yox, ona oxşar bir şeylər ola bilər, amma bu səfər tamamlamaq şərti ilə. Yəni 14 il bundan öncə finans və ya hansısa bir işdə, evlilik iş olsun, biznes olsun, yarımçıq qalan işlərimiz olubsa əgər, onun tamamı olacaq. Ona bənzər bir vəziyyət yarana bilər və onun tamamı və ümumiyyətcə bu iki moşnu belə güclü planetlər bizlərə əslində bunlar ikisi də ləng gedən planetdir, ləng hərəkətdə olan. Amma buna baxmayaraq nə qədər ləng gedirsə planetlər, o qədər bizim xeyrimizədir. O qədər bizim işlərimiz çox möhkəm və möhtəşəm olur. 10 iyunda ümumiyyətcə Jupiter həyatımızdadır, gəlir. Jupiter üçün mən ayrıca bir video çəkəcəm zaten bu yaxın günlərdə. Jupiter ailə, Jupiter da ev, biznes, ola bilərsiniz ailəvi harası köçə bilərsiniz, ola bilərsiniz ailəlikcə harasa başqa ölkəyə viza alarsınız, qrajdanstvo alarsınız və yaxud uzun zamanlı qrajdanstvo, vətəndaşlıq ala bilmirsiniz, onu əldə edə bilərsiniz və ümumiyyətcə maddiyat böyük rol oynayır. Sonra 11 iyundur, 18 iyun. 18 iyunda ümumiyyətcə Mars gəlir həyatımıza. Bilirsiniz, 4 möhtəşəm bürclər deyirəm, 4 möhtəşəm planetlər də birləşir bu yayda, əsas iyunda. Yəni bu möhtəşəm bir təsir olacaq, çox möhtəşəm bir nəticəsi əldə edəcəyik. Burada ola bilər ki, bacı, qardaş harasa köçər, siz onun yanına qonaq kimi gedib gələrsə, amma mütəmadi olaraq və yaxud özünüz köçə bilərsiniz. Xarici tanışlıqlar ola bilər, xarici vətəndaşla və yaxud xarici vətəndaşlarla işbirliyi ola bilər, işlə əlaqədar gedə bilərsiniz. İlla ki, sevgi, eşq, məhəbbət mənasında deyil bunlar. Ümumiyyətcə, iyunun 7-si Venera bizim yəni həyatımızdadır. Hələ Venera iyun ayının 7-sində məsəl üçün ayın 10-u, 11-i. Burada Veneranın böyük rolu var. Venera gözəllikdir, incəlikdir, Venera maddiyatdır, puldur, həm də gözəl, məsəl üçün libaslar ala bilərsiniz, çoxlu əşyaları, qızıl əşyaları, zinət əşyaları və yaxud özünüz üçün hansısa əməliyyatlara pul xərcləyə bilərsiniz. Yəni burada gözəllik Venera. Venera qadındır həm də. O mənası odur ki, siz məsəl üçün qadın partnyorunuz ola bilər, iş partnyoru, qadın müştəriləriniz ola bilər, qadın dostlarınız ola bilər. Yəni istir bu qadın qoçu olsun, istir erkək qoçu olsun. Yəni bax və Saturn, Neptun ikisi birləşərək bizim üçün ən birinci ilk öncə finansı düzəldəcək. Çünki Neptun finansı düzəldir. 7 il bundan öncə, 14 il bundan öncə, ümumiyyətcə 3 il bundan öncə istəyir maddiyyat baxımı olsun, istəyər sevgi, eşq, ailə baxımında olsun. Yəni bu məsələlərdə bizdə geriləmə olubsa və yaxud yarımçıq qalan bir işlər olubsa, onun tamamını yaşayacaq. Ona bənzər bir şey və onun tamamını. Ümumiyyətcə çox böyük maddiyyat üstünlük olacaq. Çoxlu pul, çoxlu iş, finans, maddiyyatlar görünür qoçlar üçün. Yəni qoçlar üçün çox super, çox əla keçəcək. Sırf bu 3 ayı vəhşi əla keçir. Amma bu sırf bu indiki ayı danışıram, iyun ayından. İyunun 7-sindən başlayır. Böyük işlər ola bilər. Kimlərsə sizə iş təklif edə bilər və yaxud öz işinizin də uğurlar ola bilər. Və yaxud maaş artımı, stabil maaş alanlara aiddir bu. Və yaxud da yeni zakazlar, yeni sifarişlər, yeni müştərilər, bax bunlar da ola bilər. Çoxlu böyük maddiyyat və ən əsas da arzuların çin olması. Qoçlar üçün ümumiyyətcə, bilirsiniz, fevralın axırı, mart, aprelin əvvəli biraz çətinliklər var idi, amma bunlar keçdi, getdi, sovruldu, getdi. Əsas da ki, burada qoçlar üçün çox gözəl o çıxır ki, arzularına çatmaq. Uzun zaman çata bilmədiyi arzularına belə çata bilərlər. Və yaxud kiminsə Neptunda biz söyləyirik ya, bir neçə illər öncə nələrsə yarımçıq qalıb, onların tamamı ola bilər. Adam var ki, boşanıb olar kimdənsə, yenidən ailə həyatı ola bilər və yaxud yenidən siz yenidən nələrsə yaşaya bilərsiniz. Eşq, sevgi, məhəbbət, amma uzun müddətli, getdim, ayrıldım məsələsi deyil.
və ümumiyyətcə burada əsas nüans odur ki, pul, maddiyyat və Mars ayı zaten qoçların özlərinin planetidir. Mars qurudu biraz, amma çox hərəkətli olur, çox hərəkətlidir. Mars yeniliklər gətirir, o da Mars da gətirir idmanla məşğul olmaq və yaxud da ki, nəsə yeniliklərə başlamaq. Mars budur ümumiyyətcə. Bu Mars qoçlara da öz təsirini göstərir, 2 qat artıq və başqa planetlərə də təbii ki. Ümumiyyətcə Uran, yəni bu Uran da Saturn, Veneradan sonra Uran, yəni bu da bizim həyatımızdadır. Bu iyun ayındadır. Yəni Uran da bizə böyük nailiyyətlər verəcək. Çıxış yolu. Uran bilirsiniz, lazımsız adamları Saturn kimi çıxarır həyatımızdan. Uran ümumiyyətcə ayırt edir, çirkabı atır, təmizi saxlayır. Və bəzi qoçlar ola bilər, boşanıblar 1 ay öncə, 3 ay öncə, 1 il öncə və yaxud boşanma ərəfəsindədir. Buna heç də məyus olmaq lazım deyil. Yəni yeni həyatımızda yeni insanlar olacaq, yeni kollektiv, yeni çevrə və Uran ümumiyyətcə 7 illik gəlib həyatımıza, 7 il həyatımızda olacaq və şans gətirmək üçün gəlib ümumiyyətcə Uran. Uran dağıtmaq üçün, məhv etmək üçün deyil təkcə.